5-7 Lexus niyə dağılsın ki? Kənan sevini deyir, Lexus da gəlir, qardaş. Bu Lexusdur. Yəni bunun emblemində mən üçün maşının dəyişmək. Bu avtomobil üçün o problem heç səndə. Və məsələ nədir? Bildim ya, var, amma... Üzr istəyirəm. Yox, mən şəxsən... Avtomobili ümumiyyətlə pisləyən usta, mənim yanıma bir avtomobil yaxınlaşdı. Servisin adına və avtomobilin marka modelini deməyəcəm. Səbir gəldi. Yaxınlaşdı, bəs o deyilən problem deyil? Yox. Nə qədər pul verəcək sizə? Bunun aşağı yuxarı ki, bunlar dağılmır, ancaq Çin dağılır. Güya. Siz deyirsiniz, biz demirik. Keçən həftə siz idiniz, efir edən ki, bu Çin avtomobilləri Deyirsiniz ki, ancaq Çin maşınlarını çəkirsən, nə oldu, o birisilər xarab olmur. Böyük mühərriklər də xarab olur. Bu dəfə çox belə nəhəng bir mühərrikdən danışacağıq. Lexus 5.7-dən danışırıq. 2017-16, yəni nisbətən yeni nəsil Lexuslarda arxamda görürsünüz avtomobili və bunların əslində o qədər də qəliz olmayan transmissiyasında nə problemi ola bilər? Niyə gəlib, düzülüb burada, açılıb, sökülüb? Mehdi usta bizə desin. Görək, 5.7 Lexus niyə dağılsın ki, Mehdi usta? Salam Raqib bəy, xoş gəlmişsiniz. Kənan bəy, xoş gəlmişsiniz. Kənan master klassını üzr istəyirəm. Dinləyicilərini, izləyicilərini salamlayıram. Hər kəsə buradan. Kənan sevini deyir, Lexus da gəlir. Qardaş, bu sənin üçün Çanqanlı, BYD zadeli, bu Lexusdur. Yəni bunun emblemində mən Çin maşını dəyişmərəm. Onda niyə gəlib? Bu başqa məsələ, birinci məsələ budur. Deyəsən bundan çox qazanırsan, ona görə tərəfdirsən. Niyə gəlib? Avtomobilin sürətlər qutusunun növündən birinci növmədə başlayaq. 8 pillə sadə avtomatdır. IC-nin sürətlər qutusudur. Sürətlər qutusunun 12 litr yağ tutum həcmi var. WS topçuqdan istifadə eləmək lazımdır. 60.000 kilometr yürüşdən bir məsləhət görürəm. Sürətlər qutusunun mayesi, filtri və ara qata dəyişilsin. Bu avtomobillərdə 5 Lexus köhnə nəsil olsun, təzə nəsil olsun, filtri və ara qatın dəyişmək üçün sürətlər qutusunu endirməyə ehtiyac yoxdur. Əsas birinci məsələ budur və sürətlər qutusu avtomobil çox üzr istəyirəm. Avtomobil nə üçün bizə yaxınlaşır və sürətlər qutusunun nə problemi var? Avtomobili sürən zaman 1-dən 2-yə və 2-dən 3-ə atmalar olur. Bir də avtomobil, misal üçün biz sürət həddi olaraq, misal üçün Raqib bəy, 85-100 sürət aralığına gedirik. Misal üçün 6-cı pillədə, 7-ci pillədə, düzdür. Biz avtomobilə ani qaz verəndə, o 2 qıdan farsaj deyirik, 2 qıdan deyirik. Misal üçün 6-cı pillədədirsə, avtomobil atmalıdır 5-ə, 4-ə geri atmalıdır. O geri atmağı da çox gecikir. Misal üçün bir avtomobil 6-cı pillədə gedir, biz aqressiv qaz veririk, elə 6-da da gedir və avtomobilin mühərrikini boğur. Və gec yığır. Və gec yığır, bəli. Pillərini geri atmalı ki, avtomobilin gücü olsun. Mexanikanı biz necə sürürük? Misal üçün 4-dən 3-ə verəndə gözün mühərrikinin gücü çoxalır. Eyni onun kimi. Səbir gəldi. Sağlam olun, sağlam olun. Sağ ol. Və bu problemlə yaxınlaşır sürətlər qutusu bizim yanımıza. Baxın, bu sürətlər qutusunun içərisi tərtəmiz, açılır, belə yolur. Birisi də bu, sevirəm belə. Yəni, Aysin əslində bizim bildiyimiz... Təmiz işi, bəli. Hə, Aysindir, burada yəni, bir problemlə yaxınlaşmayıb, avtomobil özü də... Yaxınlaşmayıb, bəs o deyilən problem deyil? Yox, yəni belə deyim də, bu avtomobil üçün o problem heç səndə. Bu avtomobil, yəni deyirəm də, Çanqan Limi deyilib, Lexusdur. Qardaş, problemlə gəlibdir. Nə qədər pul verəcək sizə? Bunun aşağı yuxarı gidroblok dəyişiləcək Raqib bəy, sürətlər qutusunun mexaniki beyni dəyişiləcək, sürətlər qutusunun yağı filtri, salnik komplekti dəyişiləcək, bir də yağ nasosunu təzəliyi, bir aşağı yuxarı ümumi Mehdi ustalı, yağı, filtri, gidrobloku gəlib heç 5.000-ə yaxın çıxmır. Və məsələ nədir bu? Hələ deyir ki, pul xərcləmir. Qardaş, 5.000 bu avtomobilin 150.000 qiyməti var. Bildim ya, var, amma Üzr istəyirəm. biz deyirik ki, bunlar dağılmır, ancaq Çin dağılır. Güya, siz deyirsiniz, biz demirik. İndi deyirsiniz ki, bəs bu heç nədir? Necə heç nədir? Gör nə qədər pul tutursa o 5.000. Keçən həftə siz idiniz, efir edən ki, bu Çin avtomobilləri, hətta Layver usta belə də Yox, çölmüş. bildim, amma siz deyirsiniz ki, Çin zəifdir falan, düzdür. Əksinə 150.000 maşın niyə dağılmalı? Yox, bu da çox üzr istəyirəm. Bu Lexusdan 150.000, yəni bunların köhnə nəsilləri çox. 150.000 nədir ki Lexusun? Çox gəlir. 2008-lər, 7-lər, 2008-9-lar, 5-lər Lexuslar tez-tez gəlir. Eyni belə deyək. Kuza dəyişikliyi var, amma sürətlər qutusu olaraq, məsəl üçün, onlarda 6 pillədir, IC-dir. Bu yeni nəsillər 8 pillədir. Olsun da 8 pillə, yenilər 8 pillədir. Yəni az halda gəlir də, belə deyim, 100 Lexusdan biri ustaya yaxınlaşır, yaxınlaşmır. Amma birinci günü 2025-in Çanqanı yaxınlaşır. Misal üçün, Çanqanı deməyək, Çin avtomobilindən götürək. Say məsələsi var axı. Siz dediyiniz maşından bazarda tutaq ki, var 200.000, onun təbii ki, nisbətən daha çox yaxınlaşır. Bu satıb 30.000, 30.000-dən biri gəlirsə, o deməkdir ki, bu gəlməməlidir. 200.000-dirsə, o 200.000 gələn avtomobilin etiraz sesi daha çox olmalıdır və ucuz olmalıdır, düzdür? O başqa məsələdir. Amma yox, söhbət onun ümumiyyətlə təmirə gəlməyinə gəlir. Məsələ nədir? O tapılır başqa mövzudur. Burada avtomobilin dəyərinə görə, bu avtomobili görülən işdə və sürətlər qutusu qiymətinə görə bu da heç nə sayılır. Necə heç nədir? Yox, mən şəxsən fikirləşirəm ki, bu problemdir. 30.000 avtomobilin sürətlər qutusuna 5.000 verərsiniz, yoxsa 150.000-i getmiş, 150.000 məsələ 5.000 deyil. Məsələ o ki, ümumiyyətlə niyə verməliyəm ki?
Niyə Yəni vermirsiniz? o maşının avtomobil sürürsünüzsə, 150 mində belə bir şey bilməsə, olmamalıdır. burada bir məsələ də var. Avtomobilin sahibi avtomobili yeni alıb, yeni deyəndə dedi bir ilə yaxın olar. Əvvəl bu sürətlər qutusunun mahiyyəsini dəyişməyiblər. Burada bir məsələ var. İstehsalçı amma bu sürətlər qutusunda, ümumiyyətlə Toyota Lexusda istehsalçı buyurur ki, yəni 80 mində məsləhət görürəm, sürətlər qutusunun mahiyyəsini dəyişəsiniz. Bu avtomobildə bu iş görülməyib, mahiyə dəyişilməyib. Yəni bunu birinci dəfədir və bu atmaya görə sürətlər qutusunun mahiyyəsi gördüm bərbad gündədir. Birinci növbədə müştəriyə deyirik, biz sürətlər qutusunun mahiyyəsini dəyişək və filtrini dəyişək, ondan sonra adaptasiya verək, yoxlayaq. Və problem aradan qalxarsa heç, qalxmazsa da sürətlər qutusu yəni, sökülməli, təmir olunmalı və qalxmadı. Və avtomobili belə deyim, 1000 kilometr yaxına yürüşlə sürüldü. Problem aradan qalxmadı, ona görə məcbur sürətlər qutusunu sökdük. Nədir indi o vurmanı verən? Yəni konkret. Sürətlər qutusu hidroblokudur. O sökmüşük, o içəridə. O içəridə. Bəli, özü Yəni siz ancaq onu dəyişdirirsiniz. Hidroblok bəli dəyişiləcək. Bax, sürətlər qutusu bu şəkildə yığılır. Az sürətlər qutusunu çəkən dişli sağ sıradan çıxsın. Nə bilim, hər hansı bir problem olsun, böyük bir problem yoxdur. Yəni də deyirəm, bu avtomobili mən pisləyə də bilmərəm, mən haqqım da çatmır. Sürətlər qutusunu da pisləyə bilmərəm. Deyim, zəif sürətlər qutusu. Yəni də deyirəm, məsələ odur da. Yəni zəif deyil, amma 5000 də pul verirəm. Zəif deyil, az gəlir da, belə deyim Vaqif bəy. Mən il ərzində bir dənə belə bir Lexus gələr, gəlməz. Sürətlər qutusunu Lexus var ki, bəlkə də bir 300 min sürüb belə təmirlətdirməyib. Ona görə deyirəm. Yəni olanda olur da bir avtomobildə. Mən 280 min sürmüşəm, mən trafik düzgün qulluq olunmayanda belə şeylər əsasən olur, bir problemlər olur. Amma belə mən durum deyim ki, məsəl üçün 5-7 Lexusdur, bunun sürətlər qutusu problemdir, bunu almayım, belə şey ola bilməz. Mən nəinki mən, onu bu avtomobili ümumiyyətlə pisləyən usta, belə deyim də, onun nəsə xəstəliyi var. Yox, biz pisləmirik. Biz ümumiyyətlə heç də nə pis, nə yaxşı demirik. Biz sadəcə nəyisə bir problem olanda onun ətrafında müzakirə edirik ki, başqaları bilsin ki, məsələn, bu ola bilir, bu ola biləndə nə olur və bu niyə olur? Niyəsə deyirsiniz ki, bəlkə düzgün qulluq olunmuyor, bəlkə vaxtında yağını dəyişməyib. Məsləhət görürəm ümumiyyətlə, Aysin sürətlər qutusunda. Və bu rəsmi dillərdə görməyib qulluğu. Əgər bu 150 min gedibsə, bunun heç olmasa 100 mini rəsmi servis zəmanəti olmalı. Buradan məsələn də bu avtomobilin ikinci sahibi alıbdı. Alandan sonra özü bir 7 minə yaxın sürmüşəm deyir, çox az sürmüşəm. Deyir, mən alandan belə almışam. Əvvəllə iş görüblər, görmürlər, mənim onlar haqqında məlumatım yoxdur. Servisi də görməyib. Yox, bu da məsələ nədir? Biz ümumiyyətlə, mən sizə bir dənə bir başıma gələn hadisəni danışım, Raqib bəy. Mənim yanıma bir avtomobil yaxınlaşdı. Servisin adına və avtomobilin marka modelini deməyəcəm. Avtomobilin 120 min yürüşü var idi və avtomobilin sürətlər qutusuna və Aysin sürətlər qutusu idi. Yəni Aysin də marka modellər olaraq fərqli avtomobillərin üzərində gəlir. Sürdüm baxdım, avtomobildə vurmalar var idi. Yalnız vurmalar var. Və bu problem də olur qızandan sonra. Sürdüm baxdım, yağı avtomobili diaqnostika edim, avtomobilin temperaturu həddindən artıq çoxdur. Dedim, qardaş, bunun yağını dəyişmisiniz? Dedi, bəli, qardaş, bunu servisdə dəyişmişəm. Bəs 12 min bundan qabaq. 12 min sürmüşəm. Dedim, bunda qədər blokdur, yağı dəyişmişsiniz. Dedim, dedi, usta, bir dənə də baxaq. Yəni, heç mən qaldırıb baxmaq dedim, qardaş, yağı dəyişmişsinizsə. Dedi, yox, servisdə qulluq olunur, servisdə baxılıb, nə? Və avtomobili qaldırdım, yağına baxdım. Avtomobilin sahibi də yanımdadır. Dedim, qardaş, bu yağ 12.070 yağ deyil. Yəni, bəlkə də bu yağ dəyişilməyib. Və qaldırdım ki, sürətlər qutusunun karteri yoxdur, yəni təknə deyirik, bu təknə. Hə, yağ təknəsi. Dedim, qardaş, bu filtri dəyişmək üçün bu təknə açılmalıdır və bu boltlara hasar salınmalıdır. Burada bir iz yoxdur. Yəni, bu istehsalçının zavod qoyduğudur. Dedi, qardaş, yox, mən 500 manat yaxın mənim xərcim çıxıb. Mən dedim, yanındayız avtomobilin. Dedi, qardaş, xeyr, mən avtomobili qoydum, getdim və gəldim, belə götürdüm. vicdansız servislər var. Yəni, bu halda ola bilər. Ola bilər avtomobilin sahibinə deyilir ki, bu iş görülüb, görülməyib. Ona görə mən yenə də deyirəm. Kim qardaş avtomobilin bir servisə yaxınlaşırsan, orada usta sənə deyir, qardaş, avtomobil yanına dayanma, get, nə bilim, get. Rəsmində olsa dayanmırsan ki. Amma oturursan, kamerada tamaşa edirsən, görsən ki, hə, açıldı. Ümumiyyətlə, rəsmi servis demirəm, ümumi deyirəm. Rəsmi servis olmasın, başqa ustalar, kimsə onu deyirsə qədər, o ustanın yanına mütləq dayanın və çünki elələri var ki, misal üçün, Azərtec rəsmi servis deyil ki, amma yenə də onlar o sistemi qurublar ki, sabah kimsə gəlib deməsin ki, bəs eləmədiniz filan. Birinci, yəni əlbəttə ki, eləməzlər, elə bir servis deyil, amma oturursan müştəri otağında, baxırsan ki, orada kamerada endi, açıldı, çıxarıldı, yeri gələndə sənə də dəvət edirlər ki, bu budur filan. Yəni şəffaf olur da proses. Mənim bir müştərim var idi, Hyundai Sarenton yağın filtrini dəyişirdim. Dedi, qardaş, keçib baxa bilərəm. Dedim, istəyən əlcək verim, özün kömək eləyirəm. Hə, amma o sən deyən vicdansızlar da var, razıyam, eləyirlər. Sadəcə indi bunu hər markanın üstünə atmaq da olmur. Xeyr, yenə deyirəm. Və axırda da sürücü belə əziyyət çəkir. O, belə deyim, bütün servislərə aid deyil, ustalara aid deyil. Yəni var da, indi hamıya aid eləmirəm. 1% ola bilər. Ustaların haqqına girməyək. Yəni, mən bunu müştərinin dediyindən yana bilirəm. Bəlkə də ola bilər, heç müştəri mənə yalan deyir. Amma yəni, müştəri mənə dedi ki, qədər 500 manat yaxın xərcim çıxıb, bunun yağını 12 min bundan qabaq dəyişmişəm. Yəni, müştəri mənə dedi, dedim, mən də qaldırdım və dedim, bu yağı dəyişilməyib. Yox, olur. Mən də adını çəkməyəcəm. Bizim efirə gələn ustalardan biri vardı, rəsmi servisdə işləmişdi qabaq. Dedi, niyə çıxdın? Deyir ki, orada məsələn,
belə bahalı maşınlar idi də daha çox. Deyir gəlirdi məsələn müştərinin başa çıxmır. Deyirdilər ki, yaz ora 8 litr yağ falan, amma onlar olmurdu. Mən də deyirdim ki, axı bu düzgün deyil falan. Və deyir özüm, yəni dedim mən belə çörək yeyəmərəm də, yəni çıxdım oradan. Var, belələri var. İndi belə deyim, bunu qəbul edən var, eləməyən var, amma belələri də var. Onun üçün yəni biz ən azından yenə də reqlament Aysin yenə də bu gün də yaxşı transmissiyalardan biri sayılır. Yaxşı, Yapon istehsalı söhbət. Bizim avtomobil dünyasında ZF və Aysenlə bağlı həmişə demişik ki, bunlar yaxşıdır, ənənəvidir, tarixi var filan. Bugünkülərdə biraz sual yaranır, nə bilim bu hansı robotdur filan. Onu da ayrı-ayrı da çəkirik ki, ən azından hərə öz avtomobilinə aid olanını bilsin. Bəli. Yəni deyirəm, avtomobil 5.7 Lexus 2016-cı ildir, 8 pillə, sadə avtomatdır, Aysin sürətlər qutusudur. Yəni ola bilər kimsə bu videoya baxır, sürətlər qutusundan problem olar, mən maşına gedim almayım. Yəni elə bir şey fikirləşməyin. Avtomobil əla avtomobildir. Ümumiyyətlə avtomobilin nəinki sürətlər qutusu. Yəni avtomobildə belə deyim də, zəif bir cəhət. Məsəl üçün mənim bugünkü günüm pulum olsa, mən gedib misal üçün də bir Lexusdur. Lexus alaram. O heç müzakirə olunmaz ki. Yəni yaxşı avtomobildir. Yəni fikriniz ora getməsin ki, bu sökülüb. Niyə? Yəni də deyirəm, bu 100 avtomobildən birində olan bir şeydir. Yəni də deyirəm, Kənan gülür, Kənan bu sənin üçün Çin avtomobili deyil, qardaş. Olsa deyəndə ki, nə eləmək istəyirsən ki da? Yox, pulum yəni olsaydı alıb sürərdim. Pulum yoxdur, sən al ver, mən sürüm. Məndən 20 dənə Lexus gəlsə yanıma, Lexusun pulu düzəlir də. Yox, qardaş, yox, alım. Nə var ki orada? Nə var ki orada? Heç nə, təbii ki, zarafatdır. Buradan Mehtus da bu sürətlər qutusunu söküb yığmağın əmək haqqısı 400 manat. Hə, onu deyirəm, mən detalları da buradan 400 manat əmək haqqı çatır. Qalan ehtiyatsa, qalan hamısı bilirsiniz kimə gedir? Raqifin reklam elədiyi ehtiyat hissələrinə. Məndə o da yoxdur da, yəni. Elə bir partnyorum da yoxdur, deyim ki, ona gedir. Elə bir partnyor. Dolayısıyla bizə onun xeyri yoxdur. Amma lazımdır, sizə yaxşı bir ehtiyat hissəsi. Ən çətini odur ki, yaxşı ehtiyat hissəsi. Və Dükan satır. Amma bu bazarı oynadanlar ki var, onların çıxartdığı oyunlar ki var, nəysə. Heç nə. Belə. Amma təbii ki, bax, ən azından yəni bu kimi halları da göstərməkdə niyyətimiz olur ki, hətta ən yaxşı transmissiyaların belə düzgün qulu olmayan vaxtı, bax, müəyyən nəticələri olur. İndi bu, şükür ki, elə transmissiyadır ki, hər şey tapılır, yaxşıdır. Avtomobilin qiymətinə görə də Mehtus da o nisbətdə deyir ki, hə, baha sayılmaz, amma bu şeylər ola bilər. Yəni, dağılmaz, daş döyən deyil, hər bir texnika qulluq tələb edir və bax, bu videoda da bizim əsas mesajımız budur. Təşəkkürlər, növbəti çəkilişdə görüşərik. Çox sağ olun, Raqib bəy, özünüzdən müğayət olun. Yəni də deyirəm, kim hansı avtomobildən sürürsə, marka və modelindən asılı olmayaraq, sürətlər qutusunu, avtomobilin ilindən asılı olmayaraq, avtomobilin üzərinə gələn sürətlər qutusunun növü, hansı modeldir, hansı növdür, məsləhətdir, məsləhət deyil, sizi gələcək üçün nə gözləyir, nə lazım oldu, qulluğunuzlayıq. Çox sağ olun, var olun, özünüzdən müğayət olun. Hələlik, növbəti çəkilişdə görüşərik.